Şadın kafel harun, çıtı sanqalar qarun, Dinc kəndləri yandırmağa, dinc insanları öldürməyə gedəndə həmişə mahnı oxumağa başlayırdı. Sevinirdi ki, belində gəzdirdiyi xəncərlə yenidən hansısa qadının, qocanın, uşağın həyatına son qoyacaq. Hesabındakı qurbanların sayını artıracaq. Bu dəfə o, Qaradağlı kəndinə üst tutmuşdu. O, muzlu erməni terrorçularından ibarət Arabo dəstəsinin komandiri Manvel Yegizaryan idi. Aramo dəstəsi. Dəstə baş kəsənlərdən ibarət idi. Onların öz imzası var idi. Dinc insanları qətlə yetirəndən sonra meyidləri yandırırdılar. Bu dəstənin komandiri Aram Targamyan idi. İmza atdığı qanlı aksiyaları ilə Fransada onlarla günahsız insanı məhv etdi. Amma buna görə layiqli cəzasını almadı. Öldürmək, partlatmaq onun peşəsi idi. Ona görə kimsə yaxşı öldürməyəndə əsəbləşirdi. Öldürülənin kimliyi, yaşı, cinsi, milliyyəti fərq etməzdi. Əsas o idi ki, öldürən öz işini yaxşı görsün. O, Asala terror təşkilatının rəhbərlərindən biri Avo ləqəbli Monte Melkonyan idi. Manvel, Aram və Monte. 17 fevral 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində baş verən qətliama bu üç terrorçu rəhbərlik edirdi. Və üç terrorçunun rəhbərlik etdiyi qətliam adına hər üçünün qazandığı imicə layiq olmalıydı. Qardaşımın yolu kitabı. Müəllif Markar Melkonyan. Arabo və Aramo dəstələrinin döyüşçüləri Qaradağlı kəndinin kənarında içərisində dinc insanların, o cümlədən qadınların da olduğu 38 əsiri quyuya atdılar. Arabo və Aramo dəstələrinin əskərləri əsirləri güllələməyə başladılar və bıçaqları ilə istisnasız olaraq hamısını doğradılar. Aştarakdan olan vətənpərvər dəstəsinin Edo adlı üzvü bir neçə nəfərin üzərinə benzin tökdü və yandırılmış kibriti onların üstünə atdı. Monte xəndəyə yaxınlaşanda orada yanmış meyidlərin qalıqları var idi. Soyqırım alındı. Qətliam nəticəsində 68 nəfər dinc insan Azərbaycanlı olduğuna görə vəhşicəsinə qətlə yetirildi. Lakin bu filmin əsas mövzusu erməni terrorçularının Qaradağlı kəndində törətdikləri dəhşətlər deyil. Hüquq cinayəti aparan prosesi araşdırır və cinayət törədilən anda baş verən fakta qiymət verir. Bu, hüququn vəzifəsidir. Bu film isə Qaradağlı soyqırımı ilə bağlı hüququn toxuna bilmədiyi tərəfi, soyqırımdan sonra baş verən və bugünə qədər davam edən soyqırımı araşdırır. Bu film, Qaradağlı faciəsi zamanı ermənilər tərəfindən öldürülmüş insanların övladlarının taleyindən bəhs edir. Belə övladların sayı 146 nəfərdir. Bu iki körpədən biri dünyaya göz açandan 2 il sonra, digəri isə hələ anadan olmamış məhrum olmalıydılar. Biri ad günündən və hər ikisi atasından. Fevralın 17-si mənim atamın yenidən doğulduğu tarixdir. Mənim cismimdə. Çünki qəribə də olsa, yəni təsadüfdür ki, mən 17 fevraldan adam olmuşam. Bu ərəfələrdə də bizim kənd işğal olunub. Atam bu ərəfələrdə şəhid olub. 20 ilimin demək olar ki, ən yaxşı günlərimi əsgərlik, hərbi həyatında keçirtmişəm. Çünki mən orada olanda daha çox hiss edirdim. Mən ilk dəfə atam orada yuxuda görmüşəm. Yəni düz üzün görməsəm də, amma ilk dəfə orada yuxumda görmüşəm. Anaları Xuraman xanım atasız həyatı onlara hiss etdirməmək üçün əlindən gələn etdi. Amma hədd var idi. O həddi aşmaq mümkün deyildi. Körpələr böyüyüb məktəbə gedəndə, digər uşaqları ataları ilə birlikdə görəndə sual öz-özünə yaranırdı. Bəs mənim atam hardadır? Böyüyəndə hər şey özün başa düşərsən dedim oğlum. Onların o ata kəlməsində çox dillərinə gətirmirdilər. Çünki yox idi.
Xuraman xanım, oğulları Rəşad və Fərid tək deyirlər. Uşaq ikən atalarını soruşan, atalarının üzünü görməkdən məhrum edilən 146 uşaq var Qaradağlıdan. Atam hardadır sualının qarşısında aciz qalan onlarla analar var Qaradağlıdan. Mən balacılı vaxt olanda mamaya deyirdim ki, bəs hamı qəbr üstünə gedir də. Biz getmirik atamın üstünə, qəbr üstünə. Deyir ki, qızım, atanın qəbr üstü burada yoxdur. Daha ermənilərin yanına. Sonra da demədim. Ayşənin təsəllisi anası idi. Ona ruhdan düşməyə imkan verməyən anası Zərnişan xanım idi. Amma anası da dözmədi. İçində çəkdiyi ağrılar onu yıxdı. Son kəs nəfəsini alanda mobilin yanına gedirəm deyib gözlərini yumdu. Çətindir çox. Anam rəhmətə gedəndən sonra laf çətindir. Anam da yoxda yatdı. Xanım Hüseynova, erməni terrorçuları onun ailəsindən 4 nəfəri qətlə yetirib. Həmin vaxt xanımın 7 yaşı var idi. 1991-ci ilin sentyabr ayının 8-də Ağdam Qaradağlı marşrutu ilə hərəkət edən avtobusu atəşə tutması nəticəsində ermənilər sərnişinlərdən 8-ini öldürdü. Onların içərisində xanımın anası Rahilə Hüseynova da var idi. Üstündən 5 ay keçəndən sonra, fevral ayının 16-sında qardaşı Xanalı artıq Qaradağlı uğrunda gedən döyüşlərdə şəhid oldu. Bir gündə keçdi, fevralın 17-sində ermənilər kəndi işğal edib, mülki insanları girov götürəndə onların arasında xanımın atası Həbib və qardaşı İbiş də olur. İbişin cəmi 15 yaşı var idi. Xanım danışa bilmədi. 20 dəqiqə şəkillərə baxdı. Həyatının cəmi 7 ilini atası və anasının istisini duymuş, Xanalı və İbişdən qardaş nəvazişi görmüş bu insan indi soyuq şəkillərə baxıb, itirdiklərini o şəkillərdən tapmaq istəyir. Bir-bir hamısının üzünə sığal çəkirdi. Birdən dayanıb dedi ki, özünü pis hiss edir. Onun əvəzinə qardaşları danışdı. Erməni heç bir vaxt bizim haqqımızı qaytara bilməz. Ona görə ki, onlar bizim çörəyimizi yedi, bizə belə sonra arxadan zərbə vurdular. O bir kiçik qardaşım, yəni onun məzarı bilinmir. Silos quyusuna deyil ermənilər, burada silos quyusuna bastırıblar. Çox ağır olub. Ondan xəbərimiz yoxdur. Xəbərsiz, soyuqda, qarın altında, ziyarətsiz və gözü yolda qalan məzarlar. O məzarların həsrəti ilə yaşayan insanlar böyüyür. O insanlar Qaradağlıda itirdiyi ataları ilə yuxularında tanış olur. Onlarla yuxularında danışır, söhbət edir. Sözünüzü içməni, öldü kimi qəbul eləmirəm. Mənim fikrimdə yaşayır, nə vaxtsa gəlir. Yuxunda da elə girib ki, yaşayır, ölmüyor. Bir-iki dəfə öldüyün ağlıma gətirdim. Yuxuda gördüm ki, mən nə gözüm. Açıq əlim, ilk bir zonla görmüşdüm. Bir dəfə yerə yuxuma gedim. Onu öldü kimi qəbul edildi, yuxuda mən nə gözüm. Çağından nahlə vermədi. Ondan sonra heç inanmıram. Məncə yaşayır. ...1991-ci il noyabr ayının 20-si idi. Atası İmran kişi qızı Əfiqənin əlindən tutub, kəndə sonuncu kəs gələn helikopterə doğru aparırdı. Əlini çox bərk sıxmışdı. Sanki qızını buraxmaq istəmirdi. Bu, onların birgə yaşadığı son saniyələr, son anları idi. İmran kişi bilirdi ki, vertolyot havaya qalxandan sonra qızını bir daha görməyəcək. Mən onun son baxışlarının gözümün önündə heç cürə çəkinlə bilmirəm. Atasının baxışlarını həsrətlə xatırlayan insan, atasından ayrıldığı üçün özünü qınayan övlad, Əfiqə o baxışları, ona həyat verən o gözləri heç vaxt tapa bilməyəcək. Hər dəfə o səhnə,
Əbədi ayrıldıqları o səhnə gözünün önündə canlananda ürəyi titrəyir, əlləri əsməyə başlayır. Sakin birisi idi. Ama kaş ki onun gözünün yaşını töktüğünü göreydiniz ki o nece gözünün yaşını tökürdü bizden ötürü. Əfiqənin anası Həqiqət xanım Qaradağlıda hansı dəhşətlərin baş verdiyini gözü ilə görür. Girovluq dolu. Hərə özünə bir patron saxlamışdı ki, ermənilərə əsir düşməsin. Amma son döyüş o qədər qızğın oldu ki, o patronları da xərclədilər. Ermənilərin mühasirəsindən çıxmaq qeyri-mümkün idi. Cavanları bir, qoca və qadınları isə 2 KAMAZ maşınına mindirib kənddən çıxarırdılar. Dəhşət dəhşəti əvəzləyirdi. Ermənilər gülür və öldürürdü. Öldürür və gülürdü. O oğlana oğul qılçasından neçə dən avtomat qoydular, onu Allah bilir. Qollar, qılçaların qırdılar, qolların qırdılar. Təmiz bədənin dəlmə deşik elədilər. Gördülər keçinmir, ürəyindən bir dəfə vurdular. Deyərəm sana, bəlkə 30 dənə, 40 dənə avtomat açdılar həmən oğlana. Fərqi varmı necə öldürürdülər? Mahiyyəti odur ki, öldürürdülər Azərbaycanlı olduğuna görə. Güldanə və Xəyalə, xala qızıdılar. 1992-ci ilin fevral ayının 17-sində ikisi də öz atalarını itirib. Biri 3 yaşındaydı, digəri isə atasının şəhidliyindən 4 ay sonra dünyaya göz açıb. Amma bu dünyada Xəyaləyə ata qucağında olmaq nəsib deyilmiş. Ailənin bir qızı oldu. Onlar böyüdükcə yaşadıqları faciə də böyüyür, ürəkləri çatladırdı. Atasız günlərimi danışarım. Yoxudan duranda atasızdır, ata üzünü görməmişəm. Məktəbə gedəndə görməmişəm. Dərsdən evə qaydanda görməmişəm. Toyumda yanımda olmuyor. İstərdim ki, hamı gəlinlikdə olanda atası yanında olduğu kimi mən də yanında olsun, amma olmuyor. İstəyirəm ki, atamın qəbrini üstə. Güldanə gəlin köçəndə yanında atası yox idi və bu, onun həyatının ən böyük faciəsidir. Bugün də, sabah da Güldanə bu faciə ilə yaşayacaq. O faciə onu yandıracaq. O faciə Güldanənin həyatına atasından məhrum edilmiş damğasını vuracaq. Və elə bir insan olmayacaq ki, Qaradağlı qətliamı onun həyatında qanlı iz buraxmasın. Bu soyqırım anaları xoşbəxt həyata ac qoydu. Həyatlarını göz yaşı ilə doldurdu. Heç nəyin qarşısında aciz olduğum evlatlarıma bildirmək istəməmişəm. Çünki həyatda həriyə bir cür bəxş olur. Bu həyatı da mən yaşamalıyım. Amma daxilimdə həmişə kövrəkliyim qalıbdı. Kövrəkliyim olubdu. Çünki o həyatdan doymadım. Atalarını şəkillərdən tanıyan övladlar, atalarının şəkilləri ilə üz-üzə oturub söhbət edən, söhbətlərini analarından gizlədən övladlar. Ata nə vasisi görməmişəm. Məktəbə gedəndə atasız, hamının atı, iclasda hamının atası gələndə mənim atam keçməyib. Elə bir dənə şəkildən tanıyıram ki, bu mənim atamdır. Üzünü görməmişəm, nəfəsini duymamışam, istilik. Xəlvət tapıb 2 dəfə baxmışam. Evdə bu haqda axtarmamışam da şəklini kim. Evdə görəyəm, o daim pis olarlar. Ona görə istəməmişim. Bir şəklini elə xəlvət saxlayıram. Heç kəsinə xəbəri yoxdur ki, o şəkil məndədir. Tək qalmaqdan ondan şəklin üzbəüz qorxmuşammış. Yəni, elə bir ki, onun tək üzbəüz qalanda mənə suallar verəcək, mən cavab verməyəcəm. Qisas niyə alınmayıb, niyə yoxdur?
Bugün onların hər biri Qaradağlıdakı məzarları ziyarət etməyə hazırlaşır. Və hər biri də məzar üstündə nə deyəcəyini çox yaxşı bilir. Qəbir üstünə necə gedəcəklərini də bilirlər. O məzarın üstünə necə getmək də vardı. Biri var, mən intiqamımı alıb gedir. Yəqin ki, ilk sözüm mən gəldi ata. Birinci sözüm olacaq ki, ata bağışda ki, gec aldıq buranı. Özlərini bağışlaya bilməyən analar. Onlar özlərini ata ola bilmədiyi üçün bağışlaya bilmir və heç vaxt bağışlaya bilməyəcək. Çünki atanın yerini heç kim tutar. Onun istisini, ata sevgisini heç kim verə bilməz. Heç ana da. Bu hər zaman mənim həyatımda olan əskiliyimdir. Övladlarıma verə bilmədiyim şeylərdir. Mobil müəllimdən həyatımın ən gözəl çağında ayrılmışım. Xoşbəxt ailəydik. 2 övladımız vardı. Hər ikimiz ali təhsilliydik. Ancaq xoşbəxt gələcək haqqında fikirləşirdik. Elə bilirəm ki, ya baxsa bu ömür bir də davam edir. Ya baxsa gələcəyinə bax. Bunlar rahatlıq tapa bilməyən insanlardır. Onların hər biri Qaradağlıda, Qarabağda yarısını itirən, bununla heç vaxt barışmayan və buna görə yarısı ilə yenidən birləşməyə can atan insanlardır. Bax bu çağım deyəm, 71 yaşım var. Bu saatı deyirlər, gəl yolları sən bilirsən, düş qabağa get gedərəm. Bax bu çağımda gedərəm. Nədən ki ölürəm o vətəndən ürtü, o torpaqdan ürtü. Gedərəm. Hər zaman deyirəm mən o. Hər zaman. Hər zaman deyirəm ki, əgər bugün o məzarları, o şəhid məzarlarını azad eləmək üçün müharibə başlasam, mən gedərəm. Çünki bizim yarımız oradadır. O torpaqlardır. Torpağı vətən eləyən o torpağın üzərindəki şəhid qanıdır. Və bir insan yaşadığı vətən üçün, o boya başa çatdığı vətən üçün əgər ölməyi bacarmırsa, mənə elə gəlir ki, o adam o vətən üçün yaşamağı da bacarmaz. Yəni bizdən əvvəlkilər bizim üçün, bu vətən üçün şəhid oldular. Biz də bu vətən üçün, bu torpaq üçün, namusumuz, qeyrətimiz üçün şəhid olmalıyıq. Bizdən sonrakilər də. Yəni bunu bacarmayan insan bu torpaq üstündə niyə yaşayır ki? Vətən bir dəfə də olur və əbədidir. Bu insanlar Qaradağlı soyqırımının qurbanlarıdır. Bu günə qədər o qətliamın acısını yaşayan, o qətliamda məruz qaldıqları məhrumiyyətlər sarıdan gözlərinin yaşı qurumayan, sevinc yox, kədər dolu həyat yaşayan insanlardır. Demək ki, soyqırım davam edir. Bir insanın bir gözü ağlayanda bir gözü gülür. Yəni mən 17 fevralı bir gözümlə ağlamışam, bir gözümlə gülmüşəm. Mən öz yoldaşıma hevsilənmirəm ki. Torpağın yolunda gedib, vətən şəhididir. Ömür boyu da ona demirəm ölür. Yox. Manvel, Aram və Monte. Sonuncunu Milli Ordunun əskəri İbad Hüseynov Xocavəndin Muğanlı kəndində diz üstə qoyub, Qaradağlı və Xocalı da daxil olmaqla Qarabağda törətdiklərinə görə cəzasını verdi. Amma Manvel da, Aram da yaşayırlar. Manvelin də, Montenin də dostu Serj Sarksyan da yaşayır və onlar bugün də əməllərini davam etdirirlər. Demək ki, soyqırım davam edir. Soyqırım davam edir ona görə ki, dünya bu insanları görmək istəmir, amma qatilə bacı deyir. Soyqırım davam edir ona görə ki, dünya qatili cəzalandırmaqda acizdir.
Dünya anaları göz yaşı içində saxlayan, övladları ata üzünə həsrət qoyan qatilin qarşısında zəif və gücsüzdür. Soyqırım ona görə davam edir ki, dünya yaxşını pisdən, qurbanı qatildən fərqləndirməyə qadir deyil. Amma fərqləndirə bilənlər də var. Haqqı tapdaq altında qoymayacaq insanlar da var. Onlar şəhidlərin varisləri, davamçılarıdır. Bugün Dağlıq Qarabağın Xocavənd rayonunun ərazisində yerləşən Nərgiz təpənin üzərində dalğalanan bayraq həmin o şəhidlərin, o diri insanların xatirəsinə ucaldılıb. Çünki üç rəngli bayrağın altında Qarabağ torpağına həkk olunmuş şəhidlərin adları ölülərin deyil, dirilərin adlarıdır. Bu abidənin ziyarətinə gələnlər də ölülərin yox, dirilərin ziyarətinə gəlir. Çünki bayraq da, o adlar da, o adların varisləri də qələbəyə doğru gedirlər. Qələbə isə yalnız dirilərin olur. Rəşad da onların içindədir. Rəşadın hələ də 2 yaşı var. Çünki onun ad günü atasının şəhid olduğu, Qaradağlıda soyqırımın törədildiyi gündür. Bu səbəbdən özünə ad günü keçirmir və buna görə Qaradağlı soyqırımı hələ davam edir. Səni ad günü deyilən bir məhkumdan məhrum ediblər. Özüm məhrum eləmişim. Nəyə görə? Mənim haqqım çatmır ad günü qeyd eləmək. Elə bir gün olacaq ki, sən ad gününü qeyd eləyəcəksən. İnşallah Qaradağlıda. Bu, filmin sonu deyil.